Bu videonu bizim dərslərdən inciyənlər üçün və ya narahat olanlar üçün yazıram. Hamı sizin ideologiyanızda ola bilməz. Yəni ideologiyalarda biz qınayanda məqsəd kiminsə haqqında pis danışmaq deyil. Məqsəd Allahın razılığını qazanmaq üçün insanları islah etməkdir. İnsanları da islah edərkən hansı ideologiyaların haqqında pis danışarkən bunu insanları sevdiyimizdən etməliyik. Yəni mənim dediklərim bəlkə də kiməsə qərib gələ bilər. Ancaq Allah Subhanahu taala Quranda göstərir ki, Musa əleyhissalamı uşaq qatili, Allah düşmanı olan göndərəndə deyir yumşaq danış. Ya İnsan surəsində əsirlərə deyir, onlar öz sevdiklərindən əsirlərə verdilər, əsirlərə, kasıflara, yetimlərə. Yəni dünənlərim sizi öldürən bir insanı tutubsunuz. Bugün sizin əsrinizdir, sevdiyinizdən ona verirsiniz. Ona görə dediyim odur ki, Allahın dinində insanlara qarşı qəsdi qərəzlik alçaltmaq yoxdur. Əgər mən hansısa bir səhv ideologiyanı alçaldıramsa, bu insanları sevdiyimizdən, insanları islah etməyimizdəndir. Ancaq bunu da əlbəttə hikmətlə, düzgün şəkildə etmək lazımdır. Əgər biz bunu deyiriksə, əgər insan öz üzərinə götürürsə, inciyirsə, o öz problemidir. Mən şəxsən insana pisliyinə qınamaq üçün, alçaltmaq üçün, başqa nəysə cürbəcür məqsədlərlə nəysə deməkdən Allaha sığınıram. Çünki bizim dediyimiz, elədiyimiz bütün əməllərin məqsədi Allahın sevgisini qazanmaq olmalıdır. Sadəcə yəni nəfs üçün, həvəs üçün, intriq üçün olmamalıdır. Yəni insanları alçaltmaq üçün olmamalıdır. Ona görə yəni inciməyin mənası yoxdur. Mənim dinim Allahın göydən indirdiyidir. Nümunəm də Peyğəmbər sallallahu səhih nümunəsidir. Ondan qalanı kim nə deyir desin, ən yaxşı alim olsun, kim olur olsun, dinin izahıdır, dinin dəlili deyil. Əgər istəyirsinizsə Allahın dinini birbaşa Qurandan, hədisdən öyrənmək, qulaq asıb faydalana bilərsiniz. Allah hamıza hidayət versin. Bir-birimizi Allah üçün sevən, bir-birimizi Allah üçün gözəl münasibət edən salih seçilmiş bəndələrindən eləsin. Allah köməyiniz olsun.